Xəbər verdiyimiz kimi Hövsanda 2005-ci ildən fəaliyyət göstərən stadionda qanunsuz tikinti işləri aparılır. Xalq onlaynında gedən məlumatda qeyd olunurdu ki, Hövsan qəsəbəsi Elmar Qasımov küçəsində yerləşən stadionda Vüqar Sədibəylinin sifarişi ilə iş icraçısı Namiq Məmmədovun briqadası ticarət obyekti inşa edir. Məsələ ilə bağlı televiziyaya açıqlama verən Namiq Məmmədov bildirib ki, İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətindən alınan sənədlə inşa işləri görülür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Suraxanı rayonu Hövsan qəsəbəsi Elman Qasımov küçəsində yerləşən stadionda tikinti ilə bağlı hər hansı bir icazə qeydi məlumatı mərkəzində qeyd olunmayıb. Həmin ərazidə yaşayan vətəndaşlar şikayətlərində bildirirdilər ki, bu qanunsuz tikinti aparanlar həm yolu bağlayıb, həm də gediş-gəlişə maneələr yaradırlar. Qeyd edək ki, Hövsan qəsəbəsi Elmar Qasımov küçəsində yerləşən stadionda Vüqar Sədibəyliyə icazəni İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətün Eynullayev verib. Şikayətlə bağlı bir neçə sakin sosial şəbəkə hesablarında da öz etirazlarını bildiriblər. Qeyd edək ki, Hövsan qəsəbəsində Elman Qasımov küçəsi 17B ünvanında yerləşən stadionun açılışını 2005-ci ildə Prezident İlham Əliyev edib. Məlumatlara görə ötən illərdə ölkə mətbuatında Hövsanda stadionda baxımsız vəziyyətdə olması ilə bağlı şikayətlər edilmişdi. Ətrafda yaşayan sakinlər isə haqlı olaraq mövcud vəziyyətdən xeyli narazıdırlar. İdman meydançası bu vəziyyətdə olduğundan ərazidə yaşayan uşaqlar dərsdən sonra qalan boş vaxtlarında futbol oynamaq üçün yer tapa bilmirlər. Məsələ ilə bağlı ərazi üzrə Mənzil Kommunal Təsərrüfatı Birliyindən Xəzər xəbərə bildirilib ki, sözgedən ərazi birliyin balansındadır və buranın yenidən abadlaşdırılıb sakinlərin ixtiyarına verilməsi hələ ki planda yoxdur. Səsləndirilən iddialarla bağlı qurumların mövqeyini işıqlandırmağa hazır.